Respublikamızın hər yerində olduğu kimi Sumqayıt şəhərində də bələdiyyə seçkiləri böyük ruh yüksəkliyi ilə keçirilir. Bildirək ki, Sumqayıt şəhərində 272.474 nəfər səsvermə hüququndan istifadə edir. Onlardan 1841 nəfəri ilk dəfə səs verənlərdir. 80-100 yaş arasında olanların sayı isə 3593 nəfərdir. Bir nəfərin yaşı isə 100-dən çoxdur. Bildirək ki, Sumqayıt şəhərində 6 dairə üzrə 210 məntəqə var. Mən Allahverdiyeva Könül, 45 sayılı 4-cü seçki dairəsinin 36-cı məntəqəsinin katibiyəm. Bizdə seçici sayı 1496-dır. Hal-hazırda aktiv şəkildə səs vermə gedir. Heç bir qanun pozuntusuna yol verilməmişdir. Seçicilər şəffaf şəkildə gəlib öz səslərini verirlər və heç kim bu səs vermədən narazı deyil. Ömərova Nərminə Ramiz qızı 45-ci Sumqayıt 4-cü dairəsinin 37-ci məntəqəsinin sədriyəm. 1174 nəfər seçicimiz var. 6 nəfər 18 yaşından yuxarı birinci dəfədə səs verirlər. Heç bir qayda pozuntusu yoxdur. Seçkimiz şəffaf keçir. Davamiyyətimiz də göz qabağında. 43 sayılı seçki dairəsi 21 sayılı seçki məntəqəsinin sədri İsmail Vafıq Qıdıroğlu. Ölkəmiz ərazisində bələdiyyə seçkiləri günüdür. Gün ərzində seçici fəallığı müşahidə olunmuşdur. Məntəqəmizin 1342 nəfər seçicisi var. İndiyə qədər məntəqəmizdə heç bir şikayət qeydə alınmamışdır. %43 sayılı 2-ci seçki dairəsi 9 sayılı məntəqə Reyhan Yunisova məntəqənin sədriyəm. Bugün bələdiyyə seçkilər günüdür. Xalqımız seçkilərdə aktiv iştirak edir. Ruh yüksəkliyi hiss olunur. Bugün məntəqəmizdə 1379 seçicimiz var. Hamı həvəslə, böyük sevgi ilə bələdiyyə seçkilərində iştirak edir. %47 sayılı seçki dairəsinin 11 sayılı seçki məntəqəsinin sədri Xalid Adgəzalov. Deməli, məntəqəmizdə 1152 seçicimiz var. Gördüyümüz kimi seçicilərimiz aktiv şəkildə iştirak edirlər və Mərkəzi Seçki Komissiyası tərəfindən də bütün təchizatla, bütün avadanlıqlarla tam təmin olunubdur. Ramazanova Humay Ayaz qızı 44 sayılı 3-cü seçki dairəsinin 9 sayılı məntəqəsi 1350 nəfər seçicimiz var. Web kamera ilə təchiz olunmuşdur məntəqəmiz. Seçici fəallığı gördüyünüz kimi davam edir. Bütün qanuna uyğun tədbirlər həyata keçirilmişdir.